üstünüzə silahlı dəstə göndərmək istəyirdilər Kərbalaya. Sonra qərara gəldilər ki, dinc yolla həll eləsinlər. Deməli mənə hörmət eləyiblər. Yazıcı Nasir Fərmankərimzadə ötən əsrin 30-cu illərində ucqar bir Azərbaycan kəndində baş vermiş hadisələri Qarlı Aşırım romanı vasitəsilə oxucuya çatdırsa da, elə həmin əsrin 70-ci illərində kinorejissor Kamil Rüstəmbəyovun çəkdiyi Axırıncı Aşırım filmi bizə həmin dövrün əsas simalarını müsbət və mənfi cəhətləri ilə təqdim edir. Dolayısı yolla geniş tamaşaçı auditoriyası Abbasqulu bəyi məhz bu ekran əsəri vasitəsilə tanısa da, zaman keçdikcə, ideoloji məhdudiyyətlər aradan qalxdıqca onun şəxsiyyəti, igidliyi və xalq qarşısında xidmətləri üzə çıxmışdı. Kimi istəyirsiniz? Evin kişisini soruşarlar. ...1918-ci ilin əvvəllərində Abbasqulu bəy Şadlinski Vedidə erməni daşnaq quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi olan Qırmızı Taboru yaratdı. Bu illər ərzində Şadlinski en sayda məktublar ünvanlanır. Abbasqulu Şadlinskiyə yazılan məktublar adətən inam və ümid dolu idi. Məktublar arasında ən önəmlisi isə 17-18 yaşlarında Qırmızı Tabora üzv olunan Əfruzə xanımın məktubları idi. Azər bəy Şadlinski atası Bilas bəyin saxladığı yadigar məktubları mənə verdi araşdırma üçün. Naxçıvanın Şərur rayonunun Kərimbəyli kəndindən Əfruz adlı bir qız yazır ki, məktubda ki, bəs atam ölməmişdən vəsiyyət eləmişdi ki, əgər mənim başıma bir iş gələrsə, Abbasqulu bəyin dəstəsinə qoşularsan və elə alındı ki, ermənilər onun atasını, anasını öldürdülər və o Abbasqulu bəyə bir məktub yazdı. Abbasqulu mənə də yazdı dəstənə, adım düşsün nəğmələrə, dastana və Abbasqulu bəy də ilk dəfə olaraq ona şeirlə cavab verdi. Qəti qərar çıxararaq cavab yazır o Əfruza. Bu el vedi basardı, ətəyi sel basardı, düşməndən qorxumuz yox, evlər hasar-hasardı. Gücü arvadlara görsədirsən. Səni kişi bilirdim. Kişilər neyfini arvaddan çıxmazdır. Yeganə bu iki şeirdir ki, necə yazılıbsa o variantda salmışıq bu kitaba. Bir də uşaq vaxtı biz İrəvan şəhərinə gedirdik və oradan gələndə bir gün mənim dayım bizi bir məzarla görüşdürdü. Dedi ki, yadınızda saxlayın, bu məzar Abbasqulu bəyin məzarıdır. 2 məzar var idi orada, ağacın altında. Biri də Xəlilin məzarıdır. Kərbalaya deyin ki, Abbasqulu bəy Şadlinski'nin yanına gəlir. Qədəmlə qurban bəy. Ədə gördün? Abbasqulu bəyin dəstəsinə qoşulan hər kəs bilirdi ki, canını fəda verməyə gedir. 5 kərə Vedibasara hücum olubdu. 5-də də Abbasqulu bəy qadını, qızı, gəlin İsməti qoruyub. Lazım olanda onları Naxçıvana, Sədərəyə, Şərura, lazım olanda Xoya, Mərəndə köçürdüb. Birdən gecəyə düşərsiniz. Götürün bəy, yolda lazım olar. Biz dost qapısına gəlmişik Vəli. Düşmən bilsəydik, ayrı cürə gələrdik. Zaman şəxsiyyət tarix yaradır. O, mürəkkəb ictimai-siyasi şəraitdə ədalətin tərəfdarı olmuş, qətiyyəti və mərdliyi ilə yaddaşlarda qalmışdı. Abbasqulu bəy Şadlinski adı çəkiləndə göz önünə qorxmazlıq və mübarizlik simvolu gəlir. O, yaddaşlarda sadəcə bir döyüşçü kimi yox, iradəsi sınmayan bir qəhrəman kimi yaşayır. Bizim unudulmaz qəhrəmanımızın xatirəsinə ehtiramla Könül Rəhim Əli Abbasov, Aydın Ənvəroğlu, Səhər Çağı.